Vaxtınız xeyir olsun. Bugünkü mövzularımızdan biri Böyük Adriya itmiş qitə Dövlət İmtahan Mərkəzi toplu 9 illik test bazasından mətnlə əvvəlcə tanış olaq. Milyonlarla il əvvəl Gondwana adlı super qitənin mövcud olduğu sir deyil. Gondwana indiki Afrika, Cənubi Amerika, Antarktida və Avstraliya qitələrini birləşdirirdi. Milyonlarla yaşı olan tropik iqlimə xas eyni bitki və heyvan növlərinin daşlaşmış qalıqları bu qitələrin hamısında aşkarlanmışdır. İndiki qitələr tədricən ayrılıb müasir geoloji strukturun meydana çıxarmışdır. Ancaq tədqiqatlar onu göstərdi ki, qitələr yalnız bir-birindən ayrılmayıb, hətta bir-birlə toqquşub. Holland araşdırmacısı Van Hisbergen və həmkarları Araq dənizinin dibində və sahillərindəki qayalıqlarda araşdırmalar aparmışlar. Onlar Avropanın cənubunda yerləşdiyi güman edilən və vaxtilə Gondwanadan qopduğu müəyyən edilən Böyük Adriya adlı itmiş qitəni tapmaq niyyətində idilər. Qitənin okean altında qaldığı güman edilirdi, lakin araşdırmalar nəticəsində belə qərara gəlindi. Qitə həm suyun altına, həm də Avropanın altına batıb. Yüzlərlə kilometr dərinliyindəki mantiyaya, yer qabığının altındakı təbəqəyə çökən Böyük Adriya müasir Avropanın altına qalıb. Bəs necə ola bilərdi ki, böyük bir qitə yerin dərinliyinə gizlənib yox olsun? 140 milyon il əvvəl iki qitənin toqquşduğunu və min illərlə sürən bu proses nəticəsində Böyük Adriyanın tamamilə çökərək indiki İtaliya, Yunanistan və Baltik ölkələrinin altında qaldığı məlum olmuşdur. Bu həmin ərazilərdə böyük dağ silsiləsinin meydana gəlməsinə səbəb olmuşdur. Üstəlik tədqiqatçılara görə Böyük Adriya çökmüş yeganə qitə deyildi. Araşdırmalar qədimdə yoxa çıxan digər qitələrin də nöqtə-nöqtə qoyur, indi biz onu davam elətdirməliyik. Lakin itmiş qitələr tamamilə yox olmayıb. Çöküşdən sonra arxalarında öz izlərini qoyub. Mütəxəssislərin iddialarına görə Böyük Adriya dönəmində qalma qaya süxurlarındakı əhəng milyonlarla illər ərzində yüksək temperatur və təzyiq nəticəsində mərmərə çevrilib. Van Hisbergen qədim Yunan və Romalıların memarlıqda istifadə etdiyi mərmərlərin də bu qayalardan əldə etdiyini deyir. Tədqiqatçılar Böyük Adriyanın son tapıntı olmayacağını, itmiş qitələrin daha çox olduğunu güman edirlər. Mətnimizlə tanış olandan sonra ilk sualımız belədir. Mətndə tünd qara hərflə verilmiş sözlərdən heç birinin qarşılığı kimi düşünülə bilməz. Mətnimizdə 4 dənə söz verilir. Qara hərflə müasir, struktur, təbəqə, bir də ki qara hərflə verilmiş sözlərdən biri hansı idi? Bir də ki dönəm. Deyir ki, bunlardan birinin heç birinin qarşılığı kimi düşünə bilməz. Müasir, çağdaş demək var. Struktur, quruluş deyə bilərik, Təbəqə, qat deyə bilərik, Dönəm, mərhələ, dövr deyə bilərik. Demək cavabımız nədir? Əhəmiyyət. Mətnin məzmununa əsasən hansı abzaslar eyni bir abzasın tərkibində olmalıdır? Bax, burada uşaqlar 6 və 7-ci abzaslardır. Gələyim baxalım. Baxın, deyir ki, lakin itmiş qitələr tamamilə yox olmayıb. Çöküşdən sonra arxalarında öz izlərini qoyub. Mütəxəssislər iddialarına görə Böyük Adriya dönəmində qalma qaya süxurlarındakı əhəng milyonlar il ərzində yüksək temperatur və təzyiq nəticəsində mərmərə çevrilib. Sonra mərmərdən bax, Van Hisbergen qədim Yunan və Romalıların memarlıqda istifadə etdiyi mərmərlərin də bu qayalardan əldə etdiyini deyir. Bax, biz bildiyimizə görə abzaslar eyni fikirdə olmalıdır. Eyni ardıcılığı davam elətdirməlidir. Və görsən, bu ardıcılıqda belə davam olmalıdır. Demək, cavabımız nədir? 6 və 7-ci abzasdır. Digər abzaslar onsuz da uyğun gəlmir, ona görə baxmayın. Mətnin tərkib hissələrinə aid bəndlərdən hesab edilə bilməz. Mətnin tərkib hissələrinə aid bəndlərdən biri aid edilə bilməz.
Məsələn, bax, Birləşmiş Qitələr. Gəlin baxalım, görək harda Birləşmiş Qitələr var. Hətta Birləşmiş Qitələr. Avropanın üzərində vaxtilə bax, süper qitə mövzusu. Gondwana indiki Afrika, bax. Avstraliya, Antarktika, Cənubi Amerika. Bax, Birləşmiş Qitələr hesab olunur. İndiki Avropanın elləş cümlə edən vaxtilə Gondwana müəyyən edilən böyük adlı qitəni tahmin etsinlər. Yəni ki, qitə həm suyun davruna batıb, böyük Adria mühasirə altına abunə olar ki, böyük bir qitə dərinə yönəlib yox olsun. Və məsələn, böyük Adria düşər. İndiki İtaliya, Yunanistan, həmin ərzdə böyük dans meydana gəlmişsən. Bu istəyi təbii yox olmayıb. Adria temperatur aşağılanmışdı. Birləşmiş Qitə haqqında məlumat var da. Bax, birinci hissədə ilə. Bilmək ki, başqa abzaslar da var, ona görə baxdım. Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya qitələrini birləşdirdi. Görürsən, ancaq birinci abzasdadır. Sonra, qitələrin bir-birindən ayrılması. Qitələrin bir-birindən ayrılması. Bax, bu da var. Görürsən, qitələr yalnız bir-birindən ayrılmayıb, hətta bir-birlə toqquşub. Bu da var. Qitələrin bərpası. Bu bizim mətnimizdə yoxdur. İtmiş qitələrdən qalan izlər. Bəli, bax, itmiş qitələrə daşlaşmış qalıqlar, bitki və heyvan örtüklərinin olması. Böyük Adria mədəniyyətinin sonu, bu da yoxdur. Deməli, cavabımız nədir? 3 və 5. Mətnə əsasən yanlış hökümdür. 364-ə baxırıq. İtmiş qitə haqqında tədqiqatdan əvvəlki ehtimallar özünü tam doğru tutmalıdır. Bəli, həqiqətən də. Çünki araşdırmalar aparırdılar, görürlər ki, yerin altında da qitələr mövcuddur. Qitələrin bir-birindən uzaqlaşması canlıların meydana gəlməsinə əvvəl baş verir. Bu yanlış fikirdir, eyni anda baş verir. Van, heç ümumiyyətlə bu məlumat çox da yoxdur mətnimizdə. Van Hissenbergin və həmkarların araşdırmaları məlumatlı idilər. Bax, demək, Van Hissenberg və həmkarları araşdırmaları başlamazdan əvvəl itmiş qitə haqqında məlumatlı idilər. Bəli, bu doğru fikirdir. Denən niyə? Bax, gəlib baxırıq. Deyir ki, Holland araşdırmacısı Van Hissenberg və həmkarları Araq dənizinin dibində və sahilləndəki qayada araşdırma aparmışlar. Onlar Avropanın cənubunda yerləşdiyi güman edilən vaxtilə Gondwana qoxdu mən edilən böyük Adria adlı itmiş qitəni tapmaq niyyətində idilər. Demək ki, əvvəlcədən məlum idi, onu tapmaq niyyətində idilər. Bu doğrudur. Qitələrin toqquşması uzun illər ərzində baş verib. Bəli, elə mərmərdən görür ki, uzun illər ərzində bu qitələr toqquşub, sonra məhv olub gedir. Milyonlar il ərzində baş verən bir şeydir olar. Qitələrin toqquşması Yunanlar üçün təbii fəlakətə çevrilmişdir. Bu yanlış fikirdir. Yanlış fikirlər bizdə bu nə idi? 3 ilə 2 ilə 5 daha doğrusu. 2 və 5 yanlış fikirdir. Cavabımız nədir? C bəndi. Mətnə əsasən səbəbini müəyyən etmək mümkündür. 365-ci sualda da səbəbini müəyyən etmək mümkündür. Mərmərin yaranması. Bəli, səbəbini müəyyən etmək mümkündür. Çünki deyir ki, orada qaya süxurlarındakı əhəng milyonlar il ərzində yüksək temperatur və təzyiq nəticəsində olub, demə mərmər yaranında. Qitələrin toqquşması. Bu səbəbi müəyyən deyil. Müxtəlif qitələrdə eyni bitki və heyvan qalıqlarının aşkarılmasının səbəbi məlumdur. Qitələrin aşkarılması səbəbi indiki Gondwana mövzudur. Gondwananın ərazisində idi səbəbi. Sonra Avropanın altında başqa bir qitənin olmasına cavabımız biri budur. Tikinti materialı kimi mərmərin müxtəlif istifadə etsin. Bu bilmirik. Və cavabımız nədir? A bəndə. Mətndə üzərində rəqəm yazılmış ifadə əsasında cədvəldəki uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu müəyyən edin. Baxırıq. Üzərində rəqəm qoyulmuş hansı sözlərdir?
Silə bunları. Struktur meydana çıxmışdır. Meydana çıxarmaq məcazi mənalıdır. Gəlib baxırıq bura. Burada yazıb həqiqi mənalıdır. Demək, nə uyğunsuzluqdur da. Buradan bir dənə tire işarəsi qoyuruq. İkinci, Gondvanadan qopduğu müəyyən edilir. Qopmaq həqiqi mənadır burada. Harada yazıb? Məcazın altında. Demək, uyğunsuzluqdur. Üçüncüyə baxırıq. Üçüncü hansındır? Yerin dərinliyinə. Yerin dərinliyi həqiqi mənadadır. Uyğundur. Bəli, həqiqi məna altından yazıb. Dördüncünə baxırıq. Min illərlə sürən bir proses. Burada sürən məcazi mənadadır. Məcazın altındadır demək uyğundur. Beşinci tapşırığa baxırıq. Bir, böyük dağ silsiləsi. Böyük dağ silsiləsi həqiqətən də böyük dağ ola bilər. Buna görə də həqiqi mənada hesab olunur, uyğundur. Burada uyğun olmayanlar nədir? A'dan. Klasteri tamamlayan fikirləri müəyyən edin. Mətnin giriş hissəsində bəhs olunur. Bax, klasteri də burada verib. Demək, biz giriş hissəyə aid olan fikirləri buraya yazmalıyıq, bu tərəfə yazmalıyıq. Gedib giriş hissəni oxuyuruq. Giriş hissədə nədir? Milyonlarla il əvvəl Gondvana adlı super qitənin mövcud olduğu sir deyil. Gondvana indiki Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya qitələrini birləşdirirdi. Milyonlarla yaşı olan tropik iqlimə xas eyni bitki və heyvan növlərinin daşlaşmış qağları bu qitələrin hamısında aşkarlanmışdır. Baba, bura bizim giriş hissəmiz. İndi deyir, giriş hissədə olan fikirləri dağıtaq. Tropik iqlim qitələrinin yaranması təsirindən. Səhvdir. Qitələrin toqquşaraq Gondvanı əmələ gətirməsindən. Yanlışdır. Super qitənin milyon il əvvəl mövcud olmasından. Bəli, baxın. Belə bir küçüyə. Milyonlar il əvvəl Gondvanada super qitənin mövcudu. Həqiqətən də doğru cavabdır. Vaxtilə Gondvanada heyvan bitkilərin mövcud olması bu da doğru vaxtdır. Cavabıdır. Çünki bax bura bitki və heyvan aləmi var. Demək, cavabımız nədir? 3 və 4. 368-də baxırıq. Mətnə əsasən ehtimal oluna bilər. Yəni, ehtimal eləyə bilərik nəyi? Suyun altına batmış qitənin olması. Qədimdə super qitənin mövcudluğu. Qədimdə super qitənin mövcudluğu onsuz ehtimal deyil. Doğru fikir. Qitələrin toqquşması. Bu ehtimal deyil. Doğru fikirdir. İtmiş qitənin izlərinin mövcudluğu. Bu da ehtimal deyil. Mətndə olan bir faktdır. İtmiş qitələrin sadəcə daha çox olması, bax, bu ehtimaldır. Alimlər fikirləşdilər ki, yəqin ki, burada belə bir şey olmalıydı. Güman edilirdi ki, qitələrin, bax, Adriya, böyük Adriya çökmüş yeganə qitə deyildi. Araşdırmalarda qədimdə yoxa çıxan digər qitələrin də olması müəyyən edilir və yaxud da axtarılır. Yəni, güman edirdilər ki, ola bilər. Sonra 379 daha doğrusu. 369-u 369 deyil. Mətndə nöqtələrin yerinə cümləni tamamlaya bilən ən azı 2 ifadə yaz. Baxırıq. Qaydırıq nöqtələrin yerinə. Ha, nöqtələr bayaq göstərmişdim sizə. Bax, Adriya. Hə, böyük Adriya çökmüş yeganə qitə deyildi. Araşdırmalar qədimdə yoxa çıxan digər qitələrin də vaxtilə mövzu olduğundan xəbər verir, olduğunu göstərirdi, olduğunu deyirdi, fikirlər yaza bilərik. 370-ci suala baxırıq. 370. Mətnə əsasən sxemi tamamlayın. Əvvəl seçimimizi əsaslandırın. Uşaqlar, əsaslandırmanı mütləq yazmaq lazım. Əsaslandırma yazmayacaqsa, mətndə doğru cavab kimi sizə götürülməyəcək. Toqquşmalardan əvvəl Avropa və Böyük Adriyanın bitkilər və heyvan aləminin eyni olduğunu söyləmək olar. Söyləmək olmaz. Bax, buradan söyləmək olmaz seçirik belə. Sonra əsaslandırırıq ki, niyə görə? Çünki Böyük Adriya Gondvananın parçası olsa da, Avropa Gondvana aid olmamışdı. Eyni bitkilər və heyvanlar Gondvanadan ayrılmış qitələrdən təsadüf edilir. Ona görə də əsaslandırdıq ki, söyləmək olmaz. Sağ olun, özünüzə yaxşı baxın.